Əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Çinar yayımlarının yarpaq test vəsaitindən 53-cü test və 7-ci bölmə üzrə qiymətləndirmə mövzusu üzrə qarşınızdayıq. Yəni onların izahlarını sizlərlə paylaşmış olaraq tapşırıqlara birbaşa keçmiş oluruq. Tapşırıq 1-də yazır ki, 5də 1 kəsirinə bərabər olan kəsir hansıdır? 5də 1 kəsirinə bərabər olan kəsirə baxırıq ki, burada 10 var. Yəni biz bunun məxrəcini 5də 1-in məxrəcini 10-a yüksəldə bilərik. Çünki sürət və məxrəci 2-yə vursa ona bərabər kəsir almış olacaq ki, bu da 10-da 2 etmiş olacaq. 10-da 2 də C variantında verilmişdir. 2-yə baxırıq, yazır ki, kəsirlərin cəmi hansı kəsirə bərabərdir? Bu kəsirlərin cəminə baxsa 8-də 4 ilə 8-də 1 toplamış olsa 8-də 5 etmiş olur ki, 8-də 5 də A variantında verilmişdir. Davam edirik, növbəti tapşırıq 3-ə baxırıq. Ya ki, fərq hansı ixtisar olunmayan kəsirə bərabərdir? İlk öncə fərqi tapmağımız 8-də 6-dan 8-də 2 çıxırıq ki, 8-də 4 etmiş olur. Və bunu ixtisar olunmayan deyirsə, bunu ixtisar edirik və 8-də 4 ilə hər ikisi 4-ə bölünmüş olur ki, bu da 2-də 1 etmiş olacaq. Doğru cavabımız B variantı. 4-ə baxırıq ki, təsvirə uyğun qarışıq ədəd hansıdır? Qarışıq ədəd burada 2 tam yazmış oluruq. Neçə 5-də, yəni 5 hissəyə bölünüb hər biri. Neçə olacaq? 3. 2 tam 5-də 3-də hansı variantda var? A variantında var. 5-ə baxırıq ki, hansı qarışıq ədəd ən kiçikdir? Qarışıq ədədləri müqayisə edərkən tam hissəsini birinci müqayisə edirik. Baxırıq ki, burada bir dənə 5 var, bunu çıxdıq. Daha sonra tam hissələri bərabər olduğuna görə keçirik kəsir hissələrini. Burada 2-də 3 zaten bu da böyükdür. Bu da 5 tam etmiş olacaq. Bu da böyükdür. Daha sonra bir 9-da 1 və 9-da 2-dir ki, ən kiçiyi 9-da 1 olmuş olur. Çünki məxrəcləri bərabər olan kəsirlərdə sürəti kiçik olan kəsir kiçikdir. A variantı doğru cavabımız. 6-ya baxırıq ki, verilən kəsirin onluq kəsir şəklində yazılışı hansıdır? Onluq kəsir şəklində bunu yazmış olsaq, yeyəcək 2 tam %3 etmiş olacaq. Və bunu da 2 tam %3 vergüldən sonra 2 rəqəm yazılmalıdır. 0 yazırıq qabağına 3-ün və yazmış olur ki, bu da C variantında verilmişdir. 7-də yazır ki, rüfət qiyməti 22,5 manat olan çanta aldı. O hansı çantanı aldı? Çantaları birinci biz bunların onluq kəsir şəklində yazmış olsaq 22,5 bu etmiş olacaq və 22,5 A variantında verilmiş qiymətdir. Birinci A variantı çantanı almış olacaq. 8-ə yazır ki, dərzi 4,50 metr uzunluğunda parçadan pərdə tikdi. Dərzi neçə metr parçadan istifadə etmiş oldu? 4,50 yəni bu cür yazmış oluruq onluq kəsirlə. Bunu da sondakı 0 yazmışsa 4,5 kimi yaza bilərik ki, bu da doğru cavab B variantında verilmişdir. 9-a baxırıq ki, 2,53 onluq kəsirindən böyük olan kəsir hansıdır? 2,53-dən böyük olan 2,62-dir ki, yəni tam hissələri 2 olan. Daha sonra baxırıq ki, onda birlər burada 5, burada da 6-dır. Ona baxmış oluq. Ya ki, mərtəbə cədvəlinə uyğun ədəd üzərinə 0,24 gəlsə, cəm neçə olacaq? Mərtəbə cədvəlinə uyğun ədədi yazmış olaq ki, bu onluqları 4-dür, təhlikləri 2-dir, onda birləri 0-dır, yüzdə birləri də 4-dür. Bunun da üzərinə 0,24-ü gəlmiş olsaq, 0,4 ilə 24-ü toplasaq 28 etmiş olur. Cəmin bizdən istəyir, bəli. 42 ilə də 0, 42 etmiş olacaq. 42,28, 42,28 D variantında verilmişdir. 11-də yazır ki, boş qalana hansı kəsir yazılsa müqayisə doğru olacaq. Baxırıq birincisi 8,də 6 yazıb ki, kiçikdir, yox, böyükdür, deməli bu olmaz. 8-də 5 bu bərabərdir, bu da olmaz. 7-də 5, bəli, 7-də 5 bu da böyükdür, bu da olmaz. Daha sonra baxırıq ki, 10-da 5, bunu yaza bilərik, 10-da 5. Çünki sürətləri bərabər olan kəsirlərdə məxrəci böyük olan kəsir kiçikdir. Burada da kiçik olmalıdır birinci tərəf, biz də bunu yazdıq, doğru cavab D variantı. 12-yə baxırıq ki, nənəm bir inəkdən 3,5 litr süd sağdı. O, bu südün 2,26 litrini qatıq hazırlamaq üçün istifadə etdi. Neçə litr süd qaldı? 3,5-dən çıxmalıyıq 2,26-nı. Bura 0 atırıq. 50-dən 26 çıxanda 24 etmiş oldu. 3-dən də 2 çıxanda 1. 1,24 doğru cavabda A variantında var. 13-ə baxırıq. 13-də yazır ki, ədəd oxunda göstərilən ədəd neçə ola bilməz?
Baxırıq ədəd oxuna. Bu 5 tam neçə etmiş olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli 5 tam bura qədər gəlsə 1, 2, 3, 4, 5, 5-dən yəni 50 neçə olmuş olacaq? Ədəd oxuna. Bu 5 tam deyil, 6 tamdır. Çünki burada 7 yazılsa texniki belə deyək də qüsura görə olmuş olub. 6 tam deməli 50 neçə olmalıdır və biz baxırıq ki 50 neçə nə yazır? Burada yazıb ki 1, 2, 3, 4, 5, 6, 7, 10'da 5'dən böyükdür. Bu 50, %55 sad olmalıdır, amma burada cavab hansı olur? Heç biri ola bilməz. Hansı ola bilməz yazıb burada. Biraz yeri səhv düşüb. Ədəd oxunda göstərən ədəd neçə ola bilməz? 6 tam əslində buradakı ədədlər, məsələn, deyək ki, birincisi gəlib hardasa bura düşmüş olur. Məsələn, bu 6 tam %24'dür. Yəni, burada yəqin ki, texniki qüsur olub, ona görədir. Digər, məsələn, B-də olan 6 tam %12, bu gəlmiş olacaq, bura düşmüş olacaq. Bu 6 tam %12 etmiş olur. 6 tam onda 1 zaten, bura 6 tam onda 1'dir. Növbəti 6 tam %18, bu da gəlib bura düşmüş olacaq. 6 tam %18. Bunlar, yəni, biraz cavab olaraq düz deyil. Nəysə, ola bilsin ki, bu qırmızı gəlib burada olmalı idi. Yəni, bu hissədə olmalı idi ki, buralarda. Ona görə yazmaq lazım olardı. Bunun cavabını biz verə bilmərik. O səbəbində keçək 14-cü suala. Yazır ki, ifadənin qiyməti neçəyə bərabərdir? 24 tam %36 ilə 5 tam %4'ü toplamış olsaq, yiyəcək 29 tam onda 4 etmiş olacaq. Bundan da çıxmış olsaq 9 tam onda 3'ü çıxmış olarıq. Bax, 36 ilə 4'ü topladıq, 40 elədi. Sondakı 0'ı yazmadıq, 4 yazmış olduq kəsir hissəyə. 24 ilə də 5'i topladıq, 29 etmiş oldu. Bundan da 9 tam onda 3'ü çıxmış olar. 4'dən 3 çıxanda 1 etmiş olur. 29'dan 9 çıxanda 20 etmiş olacaq. 20 tam onda 1 doğru cavabımız da A variantında var. 15'e baxırıq. 15'də yazır ki, Ayşənin boyu 1 tam %45 cm, Turalın boyu 1 tam onda 5 cm, Nurayın boyu 1 tam %35 cm, Muradın boyu isə 1 tam onda 6 cm-dir. Muradın boyu isə 1 tam onda ən hündür boylu uşaq kimdir? Ən hündür boylu uşaq Muraddır. Bunun boyu 1 tam onda 6'dır. Ona görə də doğru cavabımız B variantı. Çünki hər birinin tam hissəsi 1'ə bərabərdir. Onda 1'lər baxırıq burada 4'dür, burada 5'dir, burada 3'dür, burada da 6'dır. 6 da Muradındır. Deməli doğru cavab Murad olmuş olacaq. 16'ya baxacağız. Verilən qarşıq ədədə bərabər olmayan kəsir hansıdır? Verilən qarşıq ədədi onluq kəsir şəklində yazmış olsaq, bu eləcək 3 tam onda 4 etmiş olur. Yəni %40 onda 4'dür. Buna bərabərdir. Deməli, bu bərabərdir. 3 tam %40 da bərabərdir. 5'də 2 də onda 4 etmiş olur ki, bunda məsələn 3 tam onda 4, bu da bərabərdir. 3 tam onda 4 kimi yazmış olaraq. Burada 3 tam onda 2'dir. Bu elə 3 tam onda 2'dir ki, bərabər olmayan D variantında verilmişdir. Bu qədər. Növbəti video izahda görüşüm ümid edirəm. Hələlik sağ olun.